700 bal toplayan bir çox gənclər bugün qarşımıza çıxır ki, işsizdir. Səbəb nədir? Çünki onların fokus nöqtəsi ancaq oxumaq olubdur. Əslində oxumaq çox gözəl bir şeydir. Bizim cəmiyyətdə isə oxumağı o qədər yüksək təbliğ edirlər ki, 700 bal toplayan insan cəmiyyətin qəhrəmanına çevrilir. Bu müəyyən mənada düzdürsə, çox böyük mənada yanlış bir fikirdir. Həm də bu reallıqdır ki, biznes sahəsində bir çox sahələrdə uğur qazanan insanlar məktəbi 3 ilə qurtaran uşaqlar olubdur. Və hətta belə bir deyim var ki, müəllim öz şagirdlərinə deyir: "Ay yaxşı oxuyan uşaqlar, həmişə o zəif oxuyan uşaqlarla ünsiyyətli kontaktı yaxşı tutun. Zaman gələcək, həmin o zəif uşaqlar sizin rəhbəriniz olacaq və siz onlarla keçmişdəki xoş münasibətə görə daha böyük iş tuta bilərsiniz." Bu biraz lətifəvari deyilir, biraz da bəlkə də kimlərisə qıcıqlandıra bilər, amma burada bir reallıq odur ki, həmin oxumayan uşaqlar cəmiyyətə çox tez adaptasiya olurlar və iş həyatı onların 15 yaşından başlayır. Necə ki, biz bəzən olur 40-45 yaşında biznes qrup və çox iri səhvlər edən insanlar görürük. Onlar 15 yaşında edəcəyi səhvləri 50 yaşında edirlər və 50 yaşında edəcəyi səhvi düzəltmək üçün gərək 70 yaşa qədər çalışasan bəzi hallarda. Ancaq gənc yaşlarında edilən səhvlər tez bir zamanda aradan qaldırılır və bizim həyat təcrübəmizə keçir və beləcə biz inkişaf edirik.